Xoş gördük, əziz dinləyicilər. Amerika, İran, İsrailin müharibəsində kifayət qədər indi biz konspirologiyalarla rastlaşırıq və istəyirəm ki, bu konspirologiyalara biraz bir açıqlama verim. Əvvəla, hər iki tərəf öz liderinin öldürüldüyünü bildirir. Bilirsiniz, İranda, İran siyasəti həmişə belədir ki, birinə alçaq deyirsən, onlar qayıdır ki, alçaq sənsən. Birinə şərəfsiz deyirsən, qayıdır deyir, şərəfsizsən. Sanki uşaq davası edib həmişə. Bu günləri bilirsiniz, İranın dini lideri məhv edilib və ikinci dini lider Kardondandır. Hələ ki, Kardona biyyət edirlər. İndi ikinci bir məsələ ortaya atılıb ki, Netanyahu öldürülüb. İnşallah ki, öldürülüb. Bilmirik. İnşallah ki, öldürülüb. Üçüncü, elə Trump özü də ölüb əslində qalsa. Yəni, istəyirəm ki, ümumi biz vəziyyətə qiymət verək. Bəzən biz bunlardan danışanda bizi hansısa tərəfi saxlamaqda, biz tərəfiyyat saxlamırıq. Biz həqiqətləri ortaya qoymaya çalışırıq ki, bugün dünyada nə baş verir. Baxın, ikinci bir məsələdə bilirsiniz ki, İran tərəfi kifayət qədər müdafiə edənlər var, Amerika tərəfi müdafiə edənlər var və belə bir konspirologiya var. Mən buna şəxsən konspirologiya deyirəm ki, əgər bu vəziyyətdə İranla müharibə bitərsə, İran rəhbəri dəyişilməzsə, sistem dəyişilməzsə, İran biraz da aqressivləşəcək, İran filan eləyər, bəsməkan eləyər, özünü toparlayar, hansı toparlamadan söhbət gedir? Əvvəla onu yadda saxlamaq lazım ki, İsrail tərəfinin verdiyi açıqlamaya görə Amerika ilə birlikdədir ya birlikdə deyil, bunu deyə bilmərəm. Amma İsrail tərəfi bildirir ki, 15.000 raket atılıb İrana. 15.000 raket və nəzərə almaq lazımdır ki, bunlar tamamilə demək olar ki, 99% dəqiqdir. Dəqiq yerə dəymiş bir İran məmləkətində 15.000 və yaxud da 10.000 lazım olan obyektlər məhv edilibsə, bu nə deməkdir? Artıq bu ölkə yox deməkdir, düzdürmü? İkinci bir məsələ. 12 günlük İrana vurulan zərbədə İran 850 milyard dollar pul itirdi və ondan sonra bilirsiniz ki, istər Pezeşkiyan olsun, su problemləri yarandı, böhranlar yarandı, o böhranlar biraz da dərinləşdi. İranın nə qədər cılızlaşdığını, nə qədər özünə kapandığını biz gördük. Xatırlayırsınızsa, elə məhz yenidən insanların ayağa qalxması, vəziyyətin həddindən artıq pis olması və İran pulunun tamamilə məzənnə itirməsi ilə səbəb olmuşdur, düzdürmü? 12 günlük biz bu müharibədə bunu gördük və nəzərə almaq lazımdır ki, 12 gündə vurulan zərbələr bugünkü ilə qəti müqayisə edilə bilməz. Necə ola bilər bu gündən sonra İran qalxdı, yenə də gücdən İran da dövlətdir, İranın da xalqı var. Hər bir dövlətin də bir kapasitəsi var, bir gücü var. Güc olmayandan sonra, pul olmayandan sonra sən o nə edə bilərsən ki, ölkədə. Ona görə bunlar çox yanlış və mənasız məsələdir. Bu günlərin müharibə inşallah ki bitsin. Çünki aydın məsələdir, biz müharibə başlamamışdan əvvəl də yadda saxlamaq lazımdır ki, Trumpın vəziyyəti pis idi. Trumpın vəziyyətinin pisliyi nəticəsində Trump getdi Venezuelaya girdi və orada qalib gəldi. Müəyyən mənada ictimai rəyi fikirləri oyatdı, fərqləndirdi, Epstein və digər qalmaqalları müəyyən mənada soyuda bildi. İkinci zərbə gəldi İrana. Biz deyirdik bu barədə ki, zərbə endirəcəklər. Bütün bu zərbələrin endirilməsi kim üçün lazımdır? Trumpın vəziyyətinin pisləşməsi idi. Trumpın vəziyyətinin pisləşməsi yenidən ona bir müharibə lazım idi ki, başı qarışdırsın. Amma burada həm də bir güllə ilə iki dovşan vuracaqdı. Nədir bu? Həm də o üçgən, o şeytan üçgənini də laxladacaqdı. Trump bu günləri bunu etdi. Trumpa nə lazımdır? Trumpa lazım idi sistemi dəyişsin. Amma Trump sistemi bu formatda dəyişə bilməz. Bu aydın məsələdir. Bu əvvəldən də bildirilirdi ki, bu sistemin dəyişilməsi, biz güya zərbə vururuq və İran xalqı özü qalxır, hakimiyyəti devirir. Belə vəziyyətdə necə qalxıb devirə bilər ki? Mümkün deyil axı. Sən çəkilməlisən dağıtsın da, qalxsın. Sən üstdən nə qədər bomba yağdırırsan, orada kimsə qalxıb hökuməti dəyişməz. Və bu günləri İrana daxil olmada, quru qoşunların daxil olması da mümkün deyil. Nə İsraildə, nə Amerikada elə bir axmaq adam yoxdur ki, 50.000 ordunu 600.000 bir ordunun qarşısına çıxarsın və İranın o uçsuz bucaqsız çöllərinə salsın. Mümkün deyil, belə bir axmaq yoxdur. Ona görə də istədilər ki, Kürdləri salsınlar, alınmadı. İstədilər Azərbaycanlıları salsınlar. Azərbaycanlılar kifayət qədər ağıllı, istər şimallı, istər quzeyli, bunlar ağıllı millətdir. Bunu sən aldadıb orada nəyəsə sala bilməsin. Tutaq ki, Azərbaycan ordusu girdi. Girdi Ərdəbildən keçdi, Təbrizdə də Sepahla üzbəyüz gəldi. Haranı dağıdacaq? Sepah Təbrizi mi dağıdacaq, ora mı sökəcək, orada mı müharibə aparacaq? Bu müharibə kimə xeyir verəcək? Əlbəttə ki, iki Azərbaycanlıları qırılmasından başqa mənasız bir məsələdir. Ona görə də bu məsələdən həmişə demişik ki, uzaq durmaq lazımdır. Üçüncü bir məsələ. Bu günləri İsrail prezidenti deyək ki, baş naziri öldürülüb. Öldürülsün də.
Netanyahu öldürüləndə Ehud Barak gələcəkdə. Ehud Barak öldürüləndə Şimon Peres gələcəkdə. Şimon Peres öldürüləndə nə bilim Ben Gurion gələcəkdə. Sistem dəyişir. O demokratik ölkədir. Onun heç vecinədir. Netanyahu öldü ya ölmədi. Onlarda heç nə dəyişmir ki. İkinci məsələ, burada Trump da ölür zaten. Trump da ölür. Sadəcə Trumpın müsbət tərəfi ondan ibarət ki, Azərbaycan xalqının xeyri baxımından, regionun xeyri baxımından, əlbəttə biz burada geopolitikadan danışırıq. Biz burada humanitar məsələlərdən danışmırıq. Xeyri baxımından Trump çox böyük bir iş gördü və getdi. İstər Azərbaycan coğrafiyası olsun, istər Rusiyanın ləsəldilməsi məsələsi olsun, istər Venezuelanın qopardılması, istərsə İranın şikəst edilməsi olsun. Trump öz işini gördü. Trump da bundan sonra məhv ediləcək. Trump da artıq öz işini görür. Trump zaten qalib gəlmə imkanları bu gündə sıfıra bərabərdir. Amma bunu yaddan çıxardırlar ki, bu günləri Trump'ın məğlubiyyəti əslində qalsa bütün demokratik dünya üçün xeyirdir. Çünki Trump müsbət tərəfləri, Azərbaycan xalqının maraqları baxımından müsbət tərəfləri olsa da, amma unutmaq lazım deyil ki, o demokratik dünyanı parçalamış bir lideridir. Və o Putinə nəfəslik verən bir lideridir. O Avropanın müttəfiqliyini kənara çəkən bir liderdir. O diktatorlarla müəyyən mənada güzəştə gedən bir liderdir. Siz bugün Trump'ı məhv etdikdə ən böyük zərbə Rusiyaya dəyəcək. Çünki Rusiyanı qoruyan bir dövlət əslində qalsa Trump idi. Bu günləri məhz Amerikaya bir demokratların gəlməsi ki, artıq indi vaxtıdır mən düşünürəm. Demokratların gəlməsi Avropa İttifaqını biraz da gücləndirəcək, Ukraynaya yardımı 1-ə 5 artıracaq. Bu gün Rusiyanın vəziyyəti o qədər ağırdır ki, artıq Ukraynaya ciddi bir balaca yardım etsən, Rusiyanı çökdürəcəklər. Yəni burada sevindirici bir məqam yoxdur İran anlayışından, o şeytan üçbucağı anlayışından deyə, istər Çin baxımından, istər İran baxımından, istərsə də Rusiya baxımından. Bu günləri Trump getdikdə demokratların gəlişi Rusiyanı məğlub eləyir. Rusiyanın məğlubiyyəti İranın məğlubiyyətidir. İranın məğlubiyyəti Rusiyanın məğlubiyyətidir. Kimlərsə hardasa müəyyən mənada taktiki qələbə çalması bu ümumi qələbəyə şamil edilmir. Ona görə bunu anlamaq lazımdır. Trump artıq öz işini gördü. Trump da məğlubdur. Trump da artıq məhv eləyəcəklər. Bu aydın məsələdir. Trumpın bütün bu hadisələr. İndi Trumpın bir üst məsələsi ortaya çıxır ki, Trump nəyin bahasına olursa olsun bu gün artıq Kubada da vəziyyət pisləşib. İndi Trump özünü Kubaya tərəf çəkib, Kubada müəyyən bir qalibiyyət əldə edə bilər. Amma düşünürəm ki, Trump Kubada da qalib gəlsə, artıq Trump Amerika ictimaiyyəti içində çox böyük nüfuz itirib. İkinci bir məsələ, məhz bu günləri deyirlər ki, bəs Hörmüzün bağlanması, neftin qalxması. Neftin qalxması dediyim formada. Bu gün Amerika cəmiyyəti İranda nə baş verdiyini zaten anlamır. Onun anladığı birisiz nədir? O yanacaq doldurma məntəqəsinə girəndə, görəndə ki, orada benzinin qiyməti qalxıb, onda Trump'ın nüfuzu aşağıya düşür. Bax, Trump orada uduzur. Yoxsa ki, elə fikirləşir ki, Trump Amerikanı uduzmaq imkanı yoxdur. Zaten Amerika dünyanın süper gücüdür. 1,5 trilyon dollarlıq bir hərbi büdcəsi var. Onu uduzması məsələsi yoxdur. Bugün İran əslində qalsa çöküb və dediyim formatda ki, bu günləri bilirsiniz, həm də Duginin bir açıqlaması var ki, İrandan sonra növbə Rusiyanındır. Bu günləri Zuganov da, kommunistlərin rəhbəri də çox narahatdır ki, İrandan sonra növbə Rusiyanındır. Zaten bu belədir. İrandan sonra növbə Rusiyanın, Rusiyadan sonra növbə İranındır. Yəni bunlar ikisi də məhv astanasında olan bir ölkələrdir. Ona bu formatda mən düşünürəm ki, kimlərsə düşünürsə ki, məhz İranı bu formada buraxarlarsa o ərəblərə cumar, onu eləyər, bunu elə. Bu mümkün deyil. Artıq İranın kiməsə hücum etmək imkanları da yoxdur. Əgər olsa da artıq onun özünə qarşı bir koalisiya yaranar dünya tərəfindən və İranın birbaşa quru qoşunlarının girməsi legitim bir hədəfə çevrilir. Teşekkür ederim.